Efirdəyik, dəyərli tamaşaçılarımız, dəyərli jurnalist həmkarlarımızdan, əməkdaşlarımızın hazırladığı materialı izlədik. Yəni, bugün sırf bütün proqramımız Mətbuat günü üzərində qurulub bir dəyərli ailə nümunəsi də göstərəcəyik sizə. İcazə versinizsə, mən təqdim edeyim. Sualları sən ünvanlayarsan. İllərlə biz birgə çalışmışıq. Bizim dəyərli jurnalist həmkarımız, ömrünün 50 ildən çoxunu bu sahəyə həsr edən əməkdar jurnalistimiz Əbülfəz Dünyamaliyev buradadır və onun həyat yoldaşı Zeynəb Dünyamaliyeva və nəvəsi Ayşən Adıgözəlova, hansı ki Ayşən xanım da hal-hazırda mətbuat sahəsindədir. Salamlayıram, sabahınız xeyir, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun, Mikrofonu götürək zəhmət olmasa Əbülfəz müəllim. Necəsiz Əbülfəz müəllim? Təbrik edirik bugün münasibətilə sizi. Zəhmət olmasa yaxınlaşdıraq mikrofonu. Əbülfəz müəllim, necə düşünürsünüz? Bu yolun ən böyük qazancı da insanın arxasında dayanan ailəsidir, ona dəstək güc verən doğmalarıdır və əlbəttə ki, bu peşəni gələcək nəsillərə ötürə bilməsidir. Elə nəvənizə birazdan Ayşənin də fikirlərini alacaq. Elə sizdən başlayaq. Bugünün mahiyyətindən öncə danışaq. Siz necə başlamışsınız, orada gələcək. Bəli, mən fəxr eləyirəm ki, televiziya işçisi olmuşam. Doğrudan da bugün də quru işçi keçirirəm. Vaxtilə mən qəzetdə də işləmişəm, Babək rayonunda, Şərq qapısında işləmişəm. Mənim böyük oçerklərim, reportajlarım gedib siyasi yazılarımda dərc olunub. Sonradan ömrümü televiziya bağlamışam. Televiziya bu sahələrdə işləyəndə mənim müxtəlif işlərə də dəvət eləyiblər. Ancaq mən heç bir yerə getməmişəm. Mən elə bilirəm bəlkə, mən televiziyasız nəfəs ala bilməzdim. Mən elə bilirəm ki, mən ürəyim doğrudan da mətbuatla döyünür. Və keçən il mətbuatın 150 illiyi qeyd olundu da. Bugün də mətbuatın artıq 151-ci il dönmüdür. Mən elə bilirəm ki, mənim 151 yaşım var. Doğrudan belə təsəvvür edirəm. Çünki mən özümü mətbuatsız təsəvvür elə bilməzdim. Hətta mən orta məktəbdə oxuyanda belə elə fikirləşirdim, deyirdim ki, mən hansı peşəni yələnə bilərəm. Deyirdim ki, mən jurnalistdən başqa heç bir peşəyə yələnə bilmənəm. Məsələn, orta məktəbdə oxuyanda, 8-ci sinifdə oxuyanda mənim Şərq qapısı qəzetində bir məqaləm çıxmışdı. Hətta? Hələ məktəbdə təhsil alırdım. Onda mən elə bilirdim ki, mən dünyaya yenidən gəlmişəm. Deyirdim, ilahi, görəsən, məndən xoşbəxt adam var. Özdə Şərq qapısında götürdüm, əl-əl kətdə gəzdirirdim. Hamı baxırdı, kim mənə görürdü, deyirdi ki, bu gələcəyə yəqin müxbir olacaq. Doğrudan da bu peşə mənim üçün müqəddəs peşədir. İndi bugün hərdən bir, sağ olsun, televiziyanın rəhbərliyi məni dəvət edir, gəlirəm bura, tədbirlərdə bizim dəyərlimiz sizsiniz. İştirak edirəm, sağ olun. Belə baxıram, gəncləri görürəm, doğrudan sevinirəm. Hamı qapıda mənimlə görüşür, çox səmimi falan. Mən qürur hissi keçirəm ki, yəni mən burada belə bir nüfuz qazanmışam və hörmət qazanmışam. Əgər qazanmasaydım, məni görəndə yəqin ki, üzlərini çöndərib gedərdilər. Amma burada qadınlar, qızlar gəlir, hamısı məndən çox səmimi görüşür və bugün münasibətilə də sizləri, bütün mətbuat işçilərini, televiziya, radio işçilərini, bütün jurnalistləri təbrik eləyirəm, can sağlığı arzu edirəm. Bu çətin işdə sizə uğurlar arzu edirəm. Təşəkkür edirik Əbülfəz müəllim. Zeynəb xanım, istəyirəm siz mikrofonu götürəsiniz. Əbülfəz müəllim xaraktercə biraz sərt adamdır. Tələbkar. Mən elə tanımışam. Tələbkar. Siz də səhv eləmirəm. Həqiqi də elədir. İndi də elədir. Evdə də jurnalistdir, yoxsa həyat yoldaşı maraqlıdır? Həyat yoldaşım da jurnalist. Necə tanış olmusunuz? Mediada, mətbuatda tanış olmusunuz, yoxsa necə? Yəni sizin yollarınız necə kəsişdi? Yox, biz ayrı-ayrı adamları düzdür, burada tanış olmamışıq. Ancaq mən orta məktəbdə oxuyanda biz bir-birimizi istəmişik. Əskəriyə gedib, gəlib, tanış olmuşuq, evlənmişik, ailə qurmuşuq. Sonralardan mən bir yerdə işləmişik Əbülfəz müəllimlə. Həm qəzetdə işləmişik, həm də tale elə gətirdi ki, mən televiziya gəldim. Ömrümün yarı hissəsində burada keçirmişəm. Gözəl kollektivinə bir yerdə işləmişəm. Necə deyərlər, mən televiziyanı çox sevirəm, öz kollektiv, mən buradakı qızları gördüm, mənlə işləyən qızlarımızı çiyin-çiyinə. Çox sevindim. Televiziyamız çox dəyişilib, baxıram gənclərdir, maşallah, hamısı gənclərə geniş meydan verilib. Bu bizi çox sevindirir mənə. Zeynəb xanım, izləyirsinizmi Naxçıvan televiziyasını? Bəli. İzləyirsinizmi Naxçıvan televiziyasını? Bəli, izləyirəm, burada görürəm, gəncləri görürəm, sevinirəm. Deyirəm ki, Əbülfəz müəllim, bax, bizim vaxtımızda, indi hələ o vaxtda işləyəndə də
İndi çoxları burada işləyir, gördüm, tanış oldum. Ancaq dövlətimizə sağ olsun, gənclərə geniş meydan verib. Əslində biz nə edirik ki, Əbülfəz müəllim televiziyanın ən çətin vaxtlarında necə materiallar ərsəyə Uzun gətirib, müddət deyil mi? mən burada işləyib, televiziyanın bu sütunudur. Bəli, həqiqətən elədir. Bu çox gözəldir, öz sənətini sevən, öz peşəsini sevən, savadlı bir jurnalistdir. Hansı xüsusiyyətini sevirsiniz Zeynəb xanım? Üzr istəyirəm. Əbülfəz müəllimin hansı xüsusiyyətini Hər sevirsiniz? xüsusiyyətini sevirəm. Onu sevirəm ki, ailə canlıdır. Nə gözəl. Balalarına, nəvələrinə qarşı, ailəyə qarşı çox ailə canlı, mehriban bir atadır, babadır. Mənim nəvəmdir bu da. Bəli, Bu da Ayşə. jurnalistikanı qutarıb, Naxçıvan Dövlət Jurnalistika Fakültəsini qutarıb. Bəli, bəli. Gəncdir, babasının yolunu davam elətdirir. NTV Səhərin çox əziz komanda üzvlərindən biri də Doğrudur. Ayşənin. Biz indiyə qədər bir sıra Babasının sujetlərini yoluyla biz təqdim dedik, etmişik. başqa bir sahəyə get. Bu jurnalistika çətin sənətdir, həm də gözəl sənətdir. Bəli. Ona görə də dedi, yox, mən babamın davamçısı olacağam. Babası kimi arzu eləyirəm ki, belə peşəkar, öz sənətini sevən, öz peşəsini sevən bir güclü jurnalist olsun. Onun arzum odur ki, gələcəkdə çox savadlı, güclü, babasının davamçısı olan bir güclü jurnalist olsun. Mən onu arzulayıram. Zeynəb xanım, Təşəkkür edirəm. çətin olmadı ki, Əfəz müəllim kimi biri ilə bu yolda bir yerdə çalışmaqlar, ondan sonra Əfəz müəllim biz tanıyırıq, bəzən işi çəkirdi, axşam saat neçələrə qədər davam edirdi, işdə olurdu, gec gəlirdi. Yəni, həmin aralarda belə heç vaxt münasibətlərə bir xələl gəlməyib. Yox, yox, qətiyyən. Yox, özdə bu çox biraz sərt adamdır. Bilirəm. İşdə də sərt olurdu. Məsələn, mən bunun heç vaxt işlərinə qarışmamışam, heç vaxt deməmişəm ki, burada mən onunla bir yerdə işləyirəm, ya belə yox. Çox sərt xasiyyətləri var, amma çox gözəl insandır. Onu Yaxşı bilirik, xasiyyətləri ona nə var. şübhə, yəni. Bir ona sevinirəm ki, çox gözəl ailə başçısıdır. Bəli. Tamam. Ayşənlə davam edək o zaman. Elə az əvvəl Zeynəb xanım da öz xeyir duasını elə Bir də onu studiyamızda deyim da ki, verdi bağışlayın, Ayşənə. yadımdan Buyurun, çıxdı. buyurun. Bu gün mətbuat günüdür. Bəli. Bütün mətbuat işçilərinin peşə bayramıdır. Bununla əlaqədar olaraq bütün mətbuat işçilərini, jurnalistlərimizi təbrik edirəm. Təşəkkür edirik. Onlara can sağlığı, işlərində uğurlar arzulayıram. Təşəkkür edirik. Var olun Zeynəb xanım, minnətdarıq. Ayşən, xoş gəlmisən bir daha studiyamıza. Xoş gördük hər birinizə. İndiyə kimi mən az öncə də söylədim, bir neçə sujetlərini biz artıq efirimizdə yayımlamışıq. Zeynəb xanım da söylədi ki, məhz bu peşəyə gəlişinin səbəbi baban Əbülfəz müəllim olub. Gəl elə davamlı sənin özündən eşidək. İlk öncə Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrinin hər birinin bayramını təbrik edirəm. Jurnalistika mənim üçün sadəcə bir peşə olmayıbdır. Eyni zamanda bizdə ailədən gələn bir dəyərdir, ailədən gələn bir sevgidir. Mən bu peşəyə marağım uşaqlıqdan bəri olubdur. Mən balaca yaşlarımdan babamın bu işə olan sevgisini, məsuliyyətini görərək böyümüşəm və babamın televiziyada çalışması isə məndə bu peşəyə, bu jurnalistikaya xüsusi bir sevgi yaradıbdır, xüsusi bir maraq yaradıbdır. Yəni bu peşəyə marağım mənim uşaqlıqdan bəri olubdur. Mən sosial insan olmuşam, həmişə fərqlilik axtarışında olan və insanlarla ünsiyyət qurmağı xoşlanmışam. Onların problemlərini dinləmək, onları düzgün formada cəmiyyətə çatdırmaq istəmişəm və bu xüsusiyyətlərimə görə də özümü jurnalistikada görmüşəm. Düşünmüşəm ki, mən də babamın yolunu davam elətdirə bilərəm, amma mən də təbii ki, çalışacağım ki, işimdə yaxşı peşəkar olam. Təbii ki, bu yolda irəliləməyimdə babam da mənim üçün sağ olsun, çox kömək edir. Çalışıram ki, ondan düzgün formada necə deyirlər, istifadə eləməyi bacaram. Yəni, jurnalistika çox çətin bir peşədir və insanların etimadını qazanmalı və onların sevgisini qazanan bir jurnalist olmaq istəyirəm. Həmişə onlara lazımlı materiallar çatdırmaq istəyirəm və bir daha hamınızın bayramını təbrik edirəm. Təşəkkür edirik. Təşəkkür edirəm. Sujetlərdən bəhs edin. Biz bu arada söhbətimizin sonunda Ayşən xanımın sujetini təqdim edəcəyik. Əfəz müəllim, sizdə hekayələr çoxdur. Mən Ayşənin nəvəmin dediyinə bir balaca əlavə eləmək istəyirəm. Aha. Jurnalistlik, bəli, əlbəttə şərəfli və çətin peşədir. Mən bayaq bir qeyd elədim, bir daha qeyd edirəm ki, jurnalistliyindən yüksək mən peşə tanımıram. Gör, nə cürə peşədirsə, dövlət başçısının da belə qabağında durub müsahibə alırsan, sən müsahibə verir və bilir ki, sən o jurnalistlə əlaqədədir. Baxın, hansı peşədə belə ola bilər? Heç bir peşə dövlət rəhbərinin, müxtəlif məmurların qabağına sorğu suala çəkə bilməz. Sorğu suala çəkə bilməz. Ancaq jurnalist edə bilir. Ancaq jurnalist. Jurnalist nə qədər məsuliyyətli işdir. Məsələn, televiziya ictimai nəzarət orqanıdır. Doğrudan da gör, dövlətin aynasıdır. Bəli.
Mən də bayaq siz mənim həyat yoldaşıma sual verdiniz ki, Naxçıvan televiziyasına baxırsınız. Bəli, mən sizə deyim ki, mən birinci Naxçıvan televiziyasına baxıram. Mən niyə görüm? Buna bax, deyək ki, bir müddətdir bu televiziyadan ayrılmış, amma deyirəm ki, müxtəlif qədər nə var? Mən birinci buradan öyrənməliyim. Əlbəttə. Baxıram və qürur hissi keçirəm ki, doğrudan da Naxçıvan televiziyası mənəvi dəyərləri təbliğ edən bəlkə Azərbaycanda yeganə televiziyadır. Yeganə televiziyadır ki, bütün milli mənəvi dəyərlərə, dövlətçiliyə sədaqətlə xidmət edir. O cümlədən də bu gənclər, mən bayaq dediniz, həqiqətən də, mən biraz xaraktericə doğrudan sərt adamım. El olur birdən özümü günahlandıram. Birdən deyirəm ki, yox, elə belə yaxşıdır. Məncə bizim sahədə bu vacibdir. Elə deyirəm, Sərtlikdən əlavə, mən sizi tələbkar kimi görmüşəm və sərt deyəndə tanımışam. bəli, mən ümumiyyətlə tələbkar adamam, heç kəsədə güzəştə getmirəm. Yəni ona görə mən birdən bu nəvəmə deyirəm ki, sən elə bilmə, ya arxeyin olma ki, düzdür, məni tanıyırlar burada, hörmət qoyurlar, sağ olun. Amma birinci növbədə sən özün arxeyin olmalısan. Sən yaxşı qələmin olmalıdır. Yaxşı verilişlər hazırlamalısan, süjetlər hazırlamalısan və birinci növbədə özün nüfuz qazanmalısan. Birinci əsas məsələ odur. İnsan birinci özünə inanmalıdır. Ona görə də mən də doğrudan semirəm ki, mənim nəvəm mənim yolumu davam etdirir. Əminəm ki, mən necə ki, məsuliyyətli olmuşam. Siz inanın, bax, mən 50 ilə yaxın mətbuat sahəsində çalışmışam. Bir dənə mənim qüsurum olmayıb. Töhmət deyilən şey, xəbərlər deyilən şey mənə qad olub. Yəni, bu xəbərdarlıq nədir? Nə bilim, töhmət nədir? İşə olan məsuliyyətdən. Bəli, çünki niyə? Mən bunları görməmişəm. Hətta bağışdan bir şey dedim ki, bu illər ərzində mən məzuniyyət də görməmişəm. Məni həmişə məzuniyyət çıxardıblar, qanun qayda ilə. Mənə nə vəsait çatır verilib. Amma məni 3 gün keçib qaytarıblar yeni işə. Mənim, niyə? Məsuliyyətimə görə. Bəli. Məsuliyyətli olduğuma görə. Xəbərlər olduqca məsuliyyətli bir Bəli, bu sahələrdə özdə mən xəbər jurnalistiyəm. Hər zaman xəbərlərdə işləmişəm, operativ xəbərlər vermişəm. Amma orası var ki, əvvəllər bununla yanaşı Naxçıvan televiziyasında yaxşı verilişlər hazırlamışam, verilişlər də efirə vermişəm. Ancaq birinci növbədə xəbər jurnalistiyəm. Mən həmişə özümü qürur ki, çünki niyə? Deyirəm ki, indi hamı qaçır evə ki, xəbərlər başladı. Deməli, birinci mənə baxırlar da. Yəni xəbəri jurnalistdən alırlar da. Deyir ki, əgər bu deyirsə, demək ki, həqiqətən də belədir. Bəli, bəli. Mən sizə bir şey deyim, bağışlar. Mən bir daha Qahab kəndində çəkilişdə idim. Gördüm, 2 nəfər söhbət eləyir. Deyir ki, qazetdə yazıblar ki, pensiyalar artıb. Mən də görürəm də söhbət edirəm. O bir qayıt deyir ki, əşi yox, birdən bəlkə müxbir səhv yazar. Televiziyada demiblərsə mən onu işlədim. İnanmıram. Axı televiziyada canlı onun ağzından eşidir. Doğrudur. Və doğrudan da televiziya indi kütləvi informasiya vasitələri arasında ən aparıcısıdır. Və indi əslində zamanla yavaş-yavaş sosial mediada bir balaca üstəliyib, insanlar müxtəlif sosial media kanallarından alırlar. Bilirsiniz, mən əslində bu sualı ünvanlamışdım, Əfəz müəllim. Başınıza gələn maraqlı bir hadisə istəyirəm bəhs eləyəsiniz. Çünki jurnalistlərin başına hər an hadisə gəlmə ehtimalı var və bu hadisələri də onların bir anlatma şəkli var. Deyir, bir musiqiçi ilə yol gedəsən, bir jurnalistlə yol gedəsən. Çünki hər ikisində hekayə boldur. Başınıza gələn maraqlı bir hekayə istəyirəm bəhs eləyəsiniz. Mənim başıma çox işlər gəlib, doğrudan ha. Hətta qəzetdə də işləyəndə getmişəm, bəzi tənqidlər olub, araşdırmışam. Onda da məndən yuxarı orqanlara, o vaxt belə idi, Vilayət Partiya Komitəsi var idi. Ora dəfələrlə məndən yazıblar. Amma gəliblər, yoxlayıblar, görüblər ki, mən haqlıyam. Haqlıyam. Ona görə də başıma çox işlər gəlib. Ancaq onları indi məsələn xatırlamağı belə başa düşürəm ki, yəni say-say nə əhəmiyyəti də var. Çünki amma həmişə də mən qalib gəlmişəm ha. Zeynəb xanım, siz həm də bilirsiniz, babalar, valideynlər birbaşa ünsiyyət ötürən insanlar deyirlər. Mən belə görmüşəm, belə hiss eləmişəm. Nənələr həmişə babaların sözünü nəvələrə çatdırıblar, nəvələrin də sözünü babalara çatdırıblar və ortada bir katalizator əslində rolunu oynayıblar. Və bu baxımdan düşünəndə, istiqamət vermək baxımından, Ayşə xanım buradadır deyə demirəm. Yəni, siz necə istiqamət vermişsiniz ki, bax, babamın bu hərəkətindən nümunə götür, bu xüsusiyyətindən Aysun demişkən nümunə götür. Olub mu belə məqamlar? Olub, bəli. Mən həmişə nəvəmə də demişəm, bu jurnalistliyə verəndə dedim, bala, bu çətin sənətdir.
ancaq gözəl sənətdir. Baban jurnalisti bilirəm. Demişəm, bax, baban kimin ol, baban kimin cəsarətli ol. Jurnalistikalıqda elə sənətdir ki, sən gərək orada delovoy olasan, savadlı olasan. Bir savadlı jurnalist kimi bax babava. Öyrən. Öyrən, nə çatışmayan cəhətin var, babandan öyrən. Təbii Həmişə ki. onu demişəm öz nəvəmə də, onunla da fəxr edirəm nəvəmlə ki, Təşəkkür gələcəyin jurnalistidir. Bəli. Savadlı jurnalisti görmək istəyirəm. Ayşə Təşəkkür xanım, edirik, mən var istəyirəm olun. bir sualım olacaq. Baxın, Əlfəz müəlliminin çalışdığı dönəm bir başqa dönəm idi. İndi televiziya, jurnalistika, ümumiyyətlə medianın tələbləri dəyişir. Hər gün dəyişən tələblər var, mən deyərdim. Yəni, bu yeni tələblərə ayaq uyduraraq, həm də keçmiş ənənəni yaşatmağı necə çalışırsınız? Ümumiyyətlə, nələri öyrənirsiniz? Öz üzərinizdə nə qədər işləyirsiniz? İstəyirəm ki, bu məqama toxunasınız. Təbii ki, mən çalışıram ki, ilk öncə öz üzərimdə işləyəm, yaxşı bir peşəkar jurnalist olmağa çalışıram, öz işimdə yaxşı bir jurnalist olam, insanların etimadını qazanmağa çalışıram. Bunun üçün də təbii ki, çoxlu təcrübə qazanmalıyam. Təbii ki, əvvəlin jurnalistikası ilə indiki arasında təbii ki, çox fərq vardı. Bizim kollektivimiz də çox yaxşı, səmimi bir kollektivdir. Mənim irəliyə getməyimdə, bu işi öyrənməyimdə babamla bərabər kollektivin də çox köməyi olur. Və çalışıram ki, həmişə özüm öz üzərimdə işləməyi bacaram. Təbii ki, qıraqdakı insanların köməyindən əlavə mənim özümün özümə ən birinci köməyim lazımdır. Həmişə çalışıram ki, özüm öz üzərimdə çalışam ki, yaxşı jurnalist olmağı özüm bacaram həmişə. Təşəkkür edirik gəldiyiniz üçün bir daha sabahınız xeyirli uğurlu olsun Əbülfəz müəllim. Bugün münasibətilə ürəkdən təbrik edirik. Allah canınızı sağ eləsin. Sağ olun. İnşallah növbəti Sağ olun, illərdə də sağ olun. elə bu vaxtda, bu vədədə sizi dəvət eləyə Mən bir daha da proqramımıza. son söz istəyirəm bir deyəm ki, Buyurun, əlbəttə. mən də dövlətimə minnətdaram ki, əlbəttə mənə Azərbaycan əməkdar jurnalisti Bəli, fəxri adı verib. Yəni bu sahənin generalı deməkdir. Mən belə qiymətləndirim və Düzdür. bundan yüksək adı yoxdur ki bu şey. Əlbəttə. Yəni əməyimizi dövlət qiymətləndirib. Düzdür. Ona görə də minnətdaram Azərbaycan dövlətinə ki, jurnalistlərə böyük bir şərait yaradıb. Görürsən Naxçıvan televiziyası indi əvvəl hara, indi hara. Görürsən nə qədər inkişaf yolu keçib. Elə baxırıq efirdən bütün hər şey dəyişilib. Bunun montajı da falan da doğrudan kursu keçirirəm ki, mən belə bir kollektiv üzvü olmuşam. Elə indi də özümü üzvü hesab edirəm. Bəli. Təşəkkür Həqiqətən edirəm. də Biz elədir. hələ də Var biz olun. həmkarıq. Var olun. Təşəkkür Zeynəb edirik. xanım, sizə də Var təşəkkür olun, edirik. var olun. Allah canınızı sağ Sağ olun. eləsin. Sağ olun. Təşəkkür edirik, var olun. Təşəkkürlər.